Dünyanın en büyük derbileri olanda herkesin gözü bir noktada olur. Eləsi gəlin futbol dünyasında en büyük derbilerini benim isteğime göre ve benim beğendiğim derbiye göre formalaşdıraq. Eləysə getdik. Glasgow Rangers ve Celtic. Bu Glasgow derbisidir. Düzdür, dünyaca məşhur derbidir, amma təbii ki baxaram mı? Yox, baxmaram. Bir de bunu 7'ye qoyaq. Porto Benfica Pinlə yarımadasının en büyük derbisidir, amma düşünmürəm ki çox adam buna baxa. Yəni ümumi nəzərə alsaq 9 qoyaq. Serbiya derbisi Partizanla Crvena Zvezda, təbii ki 10 qoyacağım. Buna düşünmürəm kimsə baxa bizlərdən. Fransızlardan Top 5 liqasının en büyük derbilərindən biri PSG Marseille. Elə bunu 5-ci yerə qoyaq. Dünyanın hal-hazırda reyting sıralamasında birinci derbisidir River Plate ve Boca Juniors. Ama benim üçün birinci demək xeyr, təbii ki. Baxaram mı? Belki de bir dəfə baxmışam. Santiago Bernabeu'da final oyununa baxmışam. Ona göre gəl bunu 4'e qoyaq. Təbii ki, şübhəsiz əlavə bir şərh ehtiyac yoxdur. Barcelona və Real Madrid Klassikonu biz qoyuruq 1'ə. Fenerbahçe Galatasaray açıq. Mən Türk futbolunu çox da sevmirəm. Oyun algı satqılarını bir qırağa qoyaq. Oyunların çox dayanmasını bir qırağa qoyaq. Mənim üçün ideal bir çempionat deyil. Amma nəzərə al ki, bu derbi çox baxılan derbidir. Gəl bunu 3'e qoyaq. Inter Milan derbisi mənim üçün də ən diqqət çəkən derbilərdən biridir. Mən bunu qoyacağım 2'ye. Feyenoord Ajax Amsterdam Rotterdam derbisi 3-8. Ve 6. pillədə çox güman ki Premier Liga Bayern Münih Borussia Dortmund gəldi. Açığı derbi deməzdim buna mən, amma son illər 1-ci, 2-ci yerlər daha çox bunlar olublar deyə derbi bazında bir şeydi. Amma yenə də sıralamaya baxaq elə 6-cı yer olmağı daha məntiqlidir. Və sizcə hansı derbini hansından üstün eləməliydim? Buyurun rəylərdə yazarsınız.